İstanbulun Çırağan Sarayında Türkiye, Rusiya, Ukrayna üçtərəfli görüşü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Expo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Baku Enerji Forumu rəsmi açılış mərasimində çıxış edib. Səudiyyə Ərəbistanı illik həcc ziyarəti üçün icazəsi olmayan 269 mindən çox insanın Məkkəyə daxil olmasını qadağan edib. Növbəti tədris ilində işğaldan azad edilmiş ərazilərdə olan təhsil müəssisələrinin sayı 40-ı ötəcək. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Xankəndi şəhərində aparılan geniş miqyaslı tikinti quruculuq işləri çərçivəsində yeni yaşayış binaları inşa ediləcək. Tehran-Vaşinqtondan danışıqların iflasa uğraması ehtimalı fonunda İsrail və ABŞ-nin İranın nüvə infrastrukturuna mümkün zərbələrinə qarşı hazırlaşır. Bu barədə Financial Times qəzeti məlumat yayıb. İçəri şəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyada yönümlü bir mühit yaratmaq məqsədi ilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.